Şagirdlər, bugünkü dərsimizdə biz mövzu sınaq imtahanı 45-in deməli suallarına baxacağıq inşallah. Başlayaq birinci sualdan. Qarabağın dağlıq hissəsində ermənilərə muxtariyyət verilmişdi. Azərbaycan Sovet hakimiyyətinin əvvəllərində, yəni 20-ci illərdə, 1920-ci illərdə və yaxud 20-ci 30-cu illər kimi yadınızda saxlamanız kifayət edir. Çünki bu məsələ Sovet hökuməti qurulanda gündəmə gətirilir və orada iki dənə ümumiyyətlə mənfi, negativ hadisələr çox olur. Din xadimlərinin sıxışdırılması olsun, kilsələrin, məscidlərin dağıdılması olsun, bəylər ağalara qarşı mübarizə olsun və s. Bundan paralel iki dənə orada ciddi məsələ var. Biri Ermənistan SSR-yə Zəngəzur, Qərbi Zəngəzur və Şərur dərəliyə izin verilməsi, bir də ki, Qarabağın dağlıq hissəsində ermənilər üçün muxtariyyətin yaradılması. Ona görə də cavab C. İkinci suala gəlirik. Səfəvilər dövləti Əfşarlar dövlətinə aid oxşarlıq deyil. Oxşarlıq deyil. Osmanlılarla danışıqlar aparmaq oxşarlıqdır. Şah titulu götürmək oxşarlıqdır. İran körfəzinə qədər çıxışının olması oxşarlıqdır. Çar Rusiyasına qonşu olmaq oxşarlıqdır. Paytaxtının Azərbaycanda olması. Bəli, Səfəvlərin paytaxtı Azərbaycanda olsa da, məsələn Təbriz, Qəzvin, Əfşarların paytaxtı Azərbaycanda olmayıb, deməli Xorasanda olub, Məşhəd. Ona görə bu oxşarlıq deyil. Cavab 7. Üçüncü sual, Azərbaycan SSR-də baş vermiş hadisələrdən hansı digərlərindən daha əvvəl olmuşdur? Amma harada? Azərbaycan SSR-də. Ona görə də Birinci Dünya müharibəsinin başlaması, bunu avtomatik çıxırıq, çünki bu 1914-cü ildir. Üçrəngli dövlət bayrağının dövlət bayrağı kimi qəbul edilməsi, bu da Cumhuriyyət dövrüdür, bunu da avtomatik çıxırıq. Qobustan, deməli, burada 3 hadisə qalır. Azərbaycanın SSR-in tərkibinə daxil edilməsi, SSR-nin özü, bilirsiniz ki, 1922-ci ildə yaradılıb. Deməli, Azərbaycan SSR-nin tərkibinə 22-ci ildən sonra qoşulub. Gəncə üsyanı bilirsiniz ki, 1920-ci ilin mayında olub. Qobustanda tədqiqat işləri isə 1930-cu illərdir. Ona görə də biz burada hansı hadisəni daha əvvəl götürəcəyik Azərbaycan SSR-ə aid? Təbii ki, deyil. Dördüncü suala gəlirik. 15-ci əsrin sonlarında baş vermişdi. Ərdəbil hakimliyin yaranması 13-cü əsrdir, olmaz. Bayandurlu dövlətin süquta uğraması 16-cı əsrin əvvəlləridir, olmaz. Şeyx Heydərin, Ağqoyunlu və Şirvanşahların birləşmiş qüvvələrinə qarşı mübarizə aparması. Bəli, cavab budur 15-ci əsrin sonunda. Azərbaycanın bütün torpaqları Bayandurlunun tərkibinə daxil edilməyib, cümlə yanlışdır. Şirvanşah Şeyx İbrahimin Qaraqoyunlara məğlub olması, bu da əvvəlki dərslərimizdə də qeyd etdiyimiz kimi Qara Yusif dövləti yaradandan sonra, yəni 1410-cu ildən 20-ci il arasında olub bu döyüş. Bu da 15-ci əsrin əvvəlləri eləyir, ona görə bu da olmaz. Davam edirik 5-ci sual. Tunc dövründə əkin sahələri çoxalır, artır, azala bilməz. Məhsuldarlıq çoxalır, o doğrudur. İlk metal kəşf edilə bilməz. İlk metal misdir, mis daş dövrünün sonunda kəşf edilib. Və insanlar istehsal təsərrüfatı ilə məşğul olmağa başladı. Bu da yanlışdır. Çünki bu daş dövrünün ortalarında insanlar əkinçilik, maldarlıq, sənətkarlıq və bu tip şeylərin yaranması artıq istehsal təsərrüfatı deməkdir, yarandı deməkdir. Ovçuluq insanlar həyatda ümumiyyət tutmağa başladı. Bu da daş dövrünün ortalarında ox və kaman ixtirasından sonra metaldan müxtəlif alətlər hazırlanır. Deməli, daşdan da istifadə edilirdi. Bəli, Tunc dövründə metaldan, hansı metaldan? Misdən və tuncdan müxtəlif alətlər hazırlanırdı mı? Hazırlanırdı. Və eyni zamanda daşdan da hələ də istifadə edilirdi mi? Edilirdi. Doğru cavab 7. 6-cı suala baxırıq. Albaniya dövləti ilə bağlı deyil. Bağlı deyil Albaniya ilə. Sərhədləri qismən müasir Azərbaycan Respublikasının ərazisinə uyğun gəlir. Şimal-qərbdə İberiya ilə həmsərhəd idi. Şimalda Böyük Qafqaz dağlarına qədər uzanırdı. Ticarət əlaqələrini inkişaf etdiyi ilk dövlətimizdir. Bu yanlışdır. Niyə? Çünki ilk dövlətimiz Mannadır. Ticarət əlaqələrini inkişaf etdiyi. Cənubda Atropatena ilə həmsərhəd idimi? Bəli. Gəldik 7-ci suala. Şah İsmailin hakimiyyəti dövrünə aid deyil. Şah İsmaili görən kimi biz şah ifadəsinə fikir verməliyik. Deməli, burada elə hadisə ola bilər ki, o dövrdə İsmail hələ şah deyil idi. Məsələn, burada nə ola bilər? Varmı elə bir şey? Bəli. Ağqoyunlu dövlətinin paytaxtı Təbrizi ələ keçirilmədən əvvəl Gülüstan qalasının mühasirəyə alınması. Bu hadisə olmuş hadisədir. Amma bu zaman İsmail şah deyil idi. Ona görə də bunu çıxırıq və elə cavab da budur. Zaten, deməli, C. Bu Şah İsmailə aid, hakimiyyəti dövrünə aid deyil. Yəni əvvəlki. İsmailə aid olsa da, yəni İsmail şah titulu götürmədən əvvəlki hadisələrdir. Ona görə də burada cavab C. Amma digər hadisələr artıq Şah İsmailə rahatlıqla deyə bilərik ki, aiddir. Belə ki, o Azərbaycan dilini dövlət dili elan edib, Səfəvi Osmanlı müharibələri onun dövründə başlayıb, ölkə daxilində müharibələrə son qoyub, Səfəvilər dövlətini geniş ərazili imperiyaya çevirmişdi. 8-ci suala baxırıq. Biraz mürəkkəb sualdır, diqqətli olun. Deməli,
Hadisələrdən neçəsi Atabəylər, neçəsi Bayandurlu dövlətinin tarixinə aiddir. Kür-Araz çayı arasındakı yaranan dövlətimiz bilirsiniz ki, onsuz da Atabəylərdir. Deməli, 1. Kürdən şimalda bu Atabəylərə aiddir 1. Və yaxud belə eləyək. A yazaq qarşısına. Kürdən şimaldakı əraziləri də əhatə edirdi. Bayandurlu Kürdən şimaldakı Şirvanşahlarla dost və müttəfiq olduğuna görə onu tabe eləməyib, amma Atabəylər Şirvanşahları asılı hala saldığına görə bunu da Atabəylərə aid eləyirik. İlk hökmdarı padşah titulu daşıyırdı Atabəylərdə. Zaten hökmdarlar Atabəy adlanırdı. Sadəcə Qızıl Arslan Sultan titulu götürüb. Bayandurlu dövlətində isə bəli, məsələn Həsən padşah deyirik. Deməli, bu dövlətin hökmdarı, ilk hökmdarı olan Həsən padşah titulu götürüb. Bunu Bayandurluya qeyd edirik və Qızılbaşlarla mübarizədə məğlub olaraq süqutu quran bilirik ki, təbii ki, bu Bayandurludur. Şirvanşahlar dövlətini asılı hala salmışdı. Zaten bu bayaqda dediyim kimi bu Atabəylərdir. Çünki Bayandurlu dost və müttəfiq olub. Görürsünüz burada 3, Bayandurluya 3, Atabəylərə 3, Bayandurluya 2 ifadə uyğun gəlir. Deməli, doğru cavab B-dir. Gəlirik 9-cu suala. Təbriz şəhərinin tarixinə aid deyil. Deməli, Elxanilər dövlətinin tərkibində olması aiddir. Zaten paytaxtda olub. Ərazisində Cahanşah tərəfindən möhtəşəm ibadət evinin, yəni məscidin inşa edilməsi, Göy məscid aiddir. 16-cı əsrdə Səfəvilər tərəfindən idarə olunması, zaten Səfəvilər 16-cı əsrdə Azərbaycanı birləşdirib Təbrizi də paytaxt edib. Qacarlar dövründə paytaxt statusunu qoruyub saxlaması bu təbii ki, yanlışdır, aid deyil. Çünki Qacarlar dövründə Qacarların paytaxtı Tehran şəhəri olub. Təbriz, uşaqlar, hansı dövrdə paytaxt statusunu itirib? Səfəvilər dövründə deməli o paytaxt olaraq Qəzvinə köçürülüb dövlətin. Düzdür, sonuncu dəfə Təbriz xanlığının paytaxtı kimdə götürmək olar? Amma təbii ki, Qacarlar dövlətinin paytaxtı bilirsiniz ki, Tehran şəhəri olub. Tehran da Azərbaycan şəhəri deyil. Bunu da deyim, burada biləsiniz. 20-ci əsrin əvvəllərində monarxiya rejiminə qarşı, yəni monarxiya rejimin nə olduğunu bilirsiniz, padşah tərəfindən və yaxud tək hökmdar tərəfindən idarə olunan dövlət. Təbrizdə bəli, bilirsiniz ki, Səttarxanın başçılığı ilə xalq hərəkatı olub və o monarxiya rejiminə qarşı olub. Eyni zamanda Təbriz mövzusunda bu qeyd olunur. Bu aiddir, yəni. Bunu çıxırıq. 10-cu suala gəlirik. Azərbaycan SSR-dən 20-ci əsrin 80-90-cı illərinə aid deyil. Deməli, Ermənistan SSR-də yaşayan soydaşlarımızın ata-baba yurdlarından deportasiya edilməsi. Bu aiddir. 88-91-ci ildə bilirsiniz ki, edilib. Bir də 48-53 var, 2 dəfə olub. Xocalı soyqırımının baş verməsi 1992-ci ildir və Azərbaycan SSR-in tarixinə aid deyil. Bəli. 90-cı illər olsa da, amma Azərbaycan Respublikasına aid hadisədir. Ona görə də cavab burada B-dir. Amma digər cavablar yenə 80-90-cı illərdə Azərbaycan SSR-ə aid. Heydər Əliyev də rəhbərlik edib 82-yə qədər. Azadlıq uğrunda xalq hərəkatı güclənib 88-dən başlayaraq zaten 90-cı il 20 yanvar güclənməsi deməkdir. 20 yanvardan sonra və elə ondan əvvəl də olar. Bakıda Sovet ordusu tərəfindən kütləvi qırğın 20 yanvar 90-cı illər Azərbaycan SSR-ə aiddir. 11-ci suala gəlirik. Doğru olmayan bəndi müəyyən edin. Doğru olmayan bəndi müəyyən edin. Deməli, aprel döyüşlərində Murad Mirzəyev, Samit İmanov, Şükür Həmidov kimi qəhrəmanlarımız Azərbaycan milli qəhrəman adı ilə təltif ediliblər. Bəli, bu doğru ifadədir. 2016-cı ilin aprel zəfəri bütün işğal edilmiş torpaqların azad edilməsinin başlanğıcı hesab edilirmi? Bəli, elə mövzunun adı zaten belədir. 2020-ci ildə baş vermiş hərbi əməliyyatlar zamanı Lələtəpə yüksəkliyi düşmən işğalından azad edilibmi? Xeyr, bu 2016-cı ilə aiddir. Ona görə də bu doğru ifadə deyil. Vətən müharibəsində Talış kəndisi Qovşan azad edilibmi? Bəli. Və Vətən müharibəsi 20-ci il sentyabrın 27-sində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başladı. Bəli, bu da doğru cümlədir. 12-ci suala baxırıq. Üçlü Venn diaqramıdır. Deməli, Hülakü xan, Qara Yusif və Şah İsmail rəsədxana tikintisi üçün xəzinəyə vəsait ayırması. Yəni, biz bilirik ki, bu xəzinəyə rəsədxana inşasına təşəbbüs göstərən Hülakü xandır. Bunu yazırıq 1-ə. Təbriz kitabxanasını zənginləşdirmişdi. Bu Şah İsmailə aiddir. Quran-ı Kərimi türk dilinə tərcümə etdirən Qara Yusifdir. Burada səhv sələmət qoydum bir dəqiqə. Deməli, 3-cüdür Şah İsmail. Bu bura gedir. C gedir 2-yə. Yüksəliş dövründə, yəni intibat dövründə hakimiyyətdə olub heç biri. Çünki 12-ci əsr daxildir intibat dövrünə. Artıq 13-dən intibat dövrü sayılmır. Hülakü xan 13, Qara Yusif 15, Şah İsmail 16-cı əsr olduğu üçün bu hökmdarlardan heç biri intibat dövründə hakimiyyətdə ola bilməz. Elmin və mədəniyyətin inkişafına qayğı göstərmək də təbii ki, üçünün oxşarlığıdır. O zaman nə olur? 1A olur, 2C olur, 1A, 2C, 3B və 4Y. D cavabı doğru cavabdır. Gəlirik 13-cü suala, xanlıqlara aid xəritə sualıdır. Dəmir Bulaq məhəlləsi İrəvanda olduğunu həmən başa düşürük. Osmanlı ilə həmsərhəd olmuşdur, yəni İrəvan xanlığına aid bir ifadədir. Deməli, bizdən nə istəyir? Aid olduğu xanlıq. Deməli, bu iki ifadə İrəvan xanlığına aiddir. İrəvan xanlığı 3-də yerləşir. Uşaqlar, ona görə cavab C. Yenə xatırlamaq üçün bir
Gəncədir. 5 Qarabağ xanlığıdır. 4 Naxçıvan xanlığıdır. 2 Lənkəran xanlığıdır. 3 də oldu İrəvan xanlığı. Davam edirik. 14-cü suala gəlirik. Nadir Şaha aid deyil. Deməli, Nadir xan və Nadir Şah ifadəsini mütləq diqqət eləməliyik və Nadir Şahın elədiyi və eləmək istədiklərini də diqqətli olmalıyıq. Bəzi vəzifələri ləğv edib, Azərbaycan əyaləti yaradıb, Xəzər dənizində hərbi donanma yaratmağa çalışıb, Rus və Osmanlı ordularını işğal etdikləri Azərbaycan torpaqlarından çıxaran isə Nadir Şah yox, Nadir xan. Bu artıq Nadir xan olduğuna görə Səfəvilər dövlət tarixinə aiddir, ona görə də aid deyil Nadir Şaha. Hindistana da hərbi yürüş edib. Doğru cavab bir daha deyirəm, deyil. 15-ci sual Ərəb xilafətinin hakimiyyət dövrünə, yəni 7-9-cu əsrlərə aiddir. Azərbaycanda dövründə Azərbaycanda istəyir bizə. İslam dini yarandı, Azərbaycanda yaranmayıb, Ərəbistanda yaranıb. Sacıoğullar müstəqil dövlət yaradıb, xilafətin hakimiyyətindən çıxandan sonra 9-cu əsr olsa da bunu da götürmürük. Təbriz paytaxta çevrilib 10-cu əsrdə ərəb vadilər tərəfindən. İki cavab arasında qalırıq, təhlükəli cavab. Xürrəmlər tərəfindən xilafətə qarşı başlayan üsyanı Afşin ləqəbi daşıyan Yusif Sacıoğlu. Təbii ki, bu aldadıcıdır. Bəli, Afşin ləqəbi daşıyan kim? Heydər Kavusoğlu tərəfindən yatırılıb. Ona görə də bu da yanlışdır. Heydər Kavusoğlu bildiyimiz o Afşin ilə Babək arasında döyüş 837-ci il Bəz döyüşü. Təbii ki, bu xilafətin hakimiyyəti dövrüdür. Ona görə cavab verir. Və eyni zamanda o hadisə də Azərbaycanda baş verir. 16-cı sual Baharlı və Bayandurlardan heç birinə aid deyil. Heç birinə aid deyil. Oğuz türklərinin qurduğu sülalə idi hər ikisi. Qurduqları dövlətin paytaxtı Təbriz olub hər ikisində. Yaratdıqları dövlət Azərbaycanın Kür və Araz çayı arasındakı torpaqları da əhatə edirdi hər ikisində. Şərqdə Osmanlı dövləti ilə həmsərhəd olmuşdu, heç biri. Hər ikisi Osmanlılarla qərbdə həmsərhəd olub, cümlə yanlışdır. Ona görə bu doğru cavab budur. Heç birinə aid deyil. Daha öncədən siyasətdə bəylik yaradıb ikisi də. Bu da hər ikisinə yenə aiddir. Gəlirik 17-ci suala, xanlıqlarla bağlıdır yenə. Quba, Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarından heç birinə aid olmayan ifadəni tapmaq lazımdır. Türkmənsay müqaviləsi ilə Rusiya hakimiyyəti altında düşmüşdü. İrəvan və Naxçıvan xanlıqları, bunu çıxırıq. Şəki xanlığı ilə həmsərhəd olub. Quba, Qarabağ, bunu da çıxırıq. Quba və Qarabağ. Sonra 19-cu əsrin 20-ci illərində Rusiya qoşunların hücumuna məruz qalmışdı. Bu zaman yenə İrəvan və Naxçıvanı götürürük. Gəncə xanlığı ilə həmsərhəd idi. Deməli, Gəncə ilə həmsərhəd olub. Qarabağ, İrəvan, Qarabağ, İrəvan. Doğru cavab bəli, yedir. Niyə görə? Çünki 1-ci Rusiya-Qacar müharibəsi ərəfəsində işğal edilən xanlığımız Gəncə xanlığıdır. Buradakı xanlıqların heç birinə aidiyyəti yoxdur. Ona görə cavab yedir. 18-ci sual 19-cu əsrin ikinci yarısında Çar əsarəti dövründən danışılır. Çar Rusiyası Azərbaycanda milli şuurun oyanmasına, təbii ki, tam tərsinə istəmirdi oyansın milli şuur və tam tərsinə çalışırdı ki, əhalini ruslaşdırsın və xristianlaşdırsın. Ziyalılar vətənimizin inkişafının əsas yolunu xalqın savadlanmasını gördülər. Bəli, maarifçiliyin inkişaf etməsi, biz bunu bilməliyik. Digər ifadələr, bəli, artıq yenə yanlışdır. Çünki Çar Rusiyası xalqımızın milli mənəvi dəyərlərinə hörmətlə yanaşmırdı. Bu da getdi. Azərbaycanda insanların savadlanması üçün əlverişli şərait yaradılmırdı. Bu da yanlış cümlə. Ölkədə ali təhsil 19-cu əsrdə yoxdur. Bilirsiniz ki, ilk ali təhsilimiz Bakı dövlətdir, o da Çar əsarət dövrü deyil, Cumhuriyyət dövrüdür. Ona görə bu da yanlış cümlədir. Gəlir 19-a, 20-ci əsrin 20-30-cu illəri Azərbaycan Sovet Respublikası tarixinə aiddir. Yəni, bayaq da dediyimiz kimi Azərbaycan SSR-nin ilk dövrləri. İlk operamız səhnələşdirilib Çar əsarəti dövründə 1908, olmaz. Məscidlər və kilsələr dağıdılırdı, bəli, doğru cavab budur. Bakıda ilk universitet fəaliyyətə başlayıb 1919, bu da AXC dövrüdür. Xarici ticarətdə müstəqil siyasəti xeyr yürüdülmürdü, tam tərsinə qərarlar Moskvada verilirdi. Xalq Cumhuriyyətinin süquta uğraması Azərbaycan SSR-ə aid deyil. Xalq Cumhuriyyəti süqut eləməlidir ki, Azərbaycan SSR yaransın, diqqətli olmaq lazımdır. 20-ci sual 20-ci əsrin birinci yarısında daha əvvəl baş vermişdi. 20-ci əsrin birinci yarısında, 20-ci əsrin birinci yarısı nədir uşaqlar? 1901-1950-ci illər arası daha əvvəl baş vermişdi. Birinci Dünya müharibəsi başa çatması 1918-ci ildir. Sonra Azərbaycanda Sovet hökumətinin qurulması 1920-ci ildir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması 1918-ci ildir. Müsavat təşkilatının yaranması Cumhuriyyətdən əvvəldir. Azərbaycan Türk dili dövlət elan edilməsi də bu da Cumhuriyyət dövrüdür. Yəni 18 kimi düşünsək, deməli burada nəyə götürməliyik? Müsavat təşkilatının yaranması. Çünki Cumhuriyyət yaranmadan əvvəl artıq bu təşkilat Çar əsarəti dövründə fəaliyyət göstərirdi. 21-ci sual. Azərbaycan Respublikası 20-ci əsrin 90-cı illərində. Heydər Əliyevin Sovet Azərbaycanda rəhbərliyə gəlməsi. Xeyr, bu 69-cu ildir. Neft ixracı ilə bağlı məsələlərdə İlham Əliyevin fəal iştirak etməsi. Bəli, bilirsiniz ki, 90-cı illərdə İlham Əliyev Azərbaycan Dövlət Neft şirkətinin, yəni SOCAR-ın
vitse-prezident olub və bu sahədə Prezident Heydər Əliyevə dəstək olub, yardım edib, belə deyək, neft siyasətinin qurulmasında. Digər ifadələr artıq yanlışdır. Məsələn, Dünya Azərbaycanlıların birinci qurultayı 2001-ci ildir. Ona görə də bu 90-cı illər deyil, 21-ci əsrdir. Daha doğrusu 20-ci əsr deyil, 21-ci əsrdir. İkinci Qarabağ müharibəsi 21-ci əsrdir. Mehriban Əliyevanın vitse-prezident olması da 21-ci əsrdir. Bunlar ona görə də təbii ki, çıxırıq. Gəlirik açıq suallarımıza. Azərbaycan 2-ci Dünya müharibəsi illəri tarixinə aid deyil. Deməli, 416-cı diviziya Berlinə daxil olması aiddir. Çünki bu diviziya Azərbaycanlardan ibarətdir. 700 minə yaxın Azərbaycanın ön cəbhədə vuruşması aiddir. Və Həzrəslanovda 2 dəfə Sovet İttifaqı qəhrəmanlığına layiq görülüb. Bunu da dəfələrlə izah elədim. Düzdür, bu hissənin başqa bir tərəfi var ki, ikinci dəfəni çox adam bilir, düzgün bilir ki, bu ikinci dəfəni təqdimatını alıb 91-də. Müharibədən xeyli sonra. Amma təltif olunma, layiq görülmə başqa şeydir, təqdim edilmə başqa şeydir. Yəni, layiq edilmə olunması, təltif olunması, yəni o ada layiq görülməsi müharibə illərində olub. Yəni, qəti burada narahat olmaya bilərsiniz. Amma sadəcə köhnə kitabda biraz köhnə kitaba meyilli sual olduğuna görə bu sualı o qədər də takılmamaq lazımdır. Yəni ki, problem yoxdur. Yəni bu 3'ü seçəndə, seçməyəndə o qədər də itirdiyi bir şey yoxdur. Əsas odur ki, burada aid olmayanlar 4-lə 5-dir. Bunu bilməmiz böyük şeydir. Niyə? Çünki burada Çar Rusiyası deyir. 2-ci Dünya müharibəsindəki Çar Rusiyasının nə işi var? Gəray Əsədov da ilk Sovet İttifaqı qəhrəmanı deyil. Bilirsiniz ki, bu kimdir? İsrafil Məmmədovdur. Azərbaycanlı olaraq ilk Sovet İttifaqı qəhrəmanı adını alan Azərbaycanlı. 4-5. 23-ə gəlirik, açıq sualdır bu da. Xronoloji ardıcılığı müəyyən etmək lazımdır. Ağdamın işğaldan azad edilməsi Vətən müharibəsini bitəndən sonradır. Yəni, belə deyək, 10 noyabrdan sonradır. Lələtəpə yüksəliyi 2020-ci il amma. Lələtəpə yüksəliyi 2016-cı ildir. Qubatlının işğalı 2020-ci il müharibə illərindədir. Yəni, sentyabrla noyabrın arasında. Şuşanın işğalı sonuncu zaten işğaldan azad olunan müharibə dövründə böyük şəhərimizdir. Bu da 8 noyabr dəqiq bilirik. Deməli, burada 2 ilə başlamalıyıq, Lələtəpə ilə. Sonra Qubadlını işğaldan azad eləməliyik. Sonra Şuşanı işğaldan azad eləməliyik. Vətən müharibəsini bəyanatla yekunlaşdırıb və gülləsiz bir güllə atılmadan geri qaytarılan 3 şəhərdən biri olan Ağdamı geri qaytarmalıyıq. 2, 3, 4, 1. Gəldik, deməli, 23-24-cü suala burada 11 kimi görsənir. Səhv gedir, problem yoxdur. Bu 24-cü sualdır. Deməli, 24-cü sualda nə deyir? Üzeyir Hacıbəyli ilə bağlı sualdır. Üzeyir Hacıbəylinin Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyətlərinə aiddir. Deməli, yadınızda qalsın uşaqlar. Üzeyir Hacıbəyli artıq Çar Əsarət dövründə Qori müəllimlər seminarısında oxuyub və ölənə qədər də müəllimlik fəaliyyətinə məşğul olub. Deməli, aradakı Cümhuriyyət dövründə o müəllim olaraq fəaliyyət göstərir. Bu bir. Sonra qəzetlərdə məqalə yazmaq, o da Çar Əsarəti dövründən başlayaraq qəzetlərdə məqalə yazıb. Zaten mövzumuzun içində də yazır ki, Cümhuriyyət dövründə qəzetlərdə məqalə yazırdı. Mütləq. Bunu da götürürük. Azərbaycan marşının musiqisinin bəstələnməsi zaten bilirsiniz ki, 1919-cu ildə bu olmuş bir hadisədir. Kitabımızda da var. Ona görə də 1, 2, 3 doğru cavabdır. Koroğlu operasını Sovet dövründə yazıb, Milli operanı isə Çar Əsarət dövründə yaranması da, yəni ilk operamız. Və nəhayət 25-ci seçim sualı, uyğunluq sualı. Uyğunluğu müəyyən edən Azərbaycan Respublikası mütləq nəzərə alınmalıdır. 20-ci əsr və 21-ci əsr. Əlif Hacıyevin milli qəhrəman adının verilməsi bu 20-ci əsr hadisəsidir. 1992-ci il. 1992-ci il Xocalı soyqırımından sonra əsrin müqaviləsi imzalanması ilə neft sənayesinin əsasının qoyulması. Bu ifadə yanlışdır. Ona görə də ümumiyyətlə bu cümləni götürmək olmaz. Qərbi Azərbaycanda yaşayan Azərbaycanlıların kütləvi şəkildə öz yurtlarından qovulmağa başlanması. Bu da səhvdir. Çünki bu hadisə də nə vaxt başlayıb? 1948-ci ildə. Çünki başlanması deyir. Və meydan hərəkatı adlanan hadisənin tariximizə daxil olması, düzdür, bu olmuş hadisədir və bu da 88-ci ildə başlayır meydan hərəkatı. Bunu da götürür. Niyə? Çünki bizdən buradan Azərbaycan Respublikası istəyir zaten. Və Azərbaycanın qoşulmama hərəkatına üzv olması bu 2011-ci ildir və yəni 21-ci əsrdir. Deməli, burada 1 olmalıdır A, 2 olmalıdır Y. Beləliklə, əziz şagirdlər, bugün də bu dərsimizdə də başa çatdırdıq. İnşallah, ümid edirəm ki, faydalı oldu. Növbəti sınaqlarda və dərslərimizdə görüşənə qədər sağ olun, salamat qalın.